Salam dostlar. Test tapşırığında incə məqamları nəzərinizə çatdırım. Tez-tez rast gəldiyimiz ən çox işlənən to, so, as, how plus adjective plus an article plus singular noun strukturudur. Too polite a person. So nice a day. Fikir verin. İki o, s hərfindən sonra da o gəlir, yəni s-dən sonra o gəlir. As bu ifadələrdən sonra artiklı tək isim gəlir. To-dan sonra isə polite dərhal birbaşa an artiklı işlənə bilməz. So-dan sonra an artiklı işlənə bilməz. Very-dən sonra an artiklı işlənə bilməz. To polite person, so nice a day ifadəsi isə doğru ifadədir. Bu isimləri cəmləyərkən to kind people deyə bilərik. İstisna, a person to polite bu atributiv sifət sırası üçün yanlışdır. İstisna kimi yalnız bəzən poetik və ya təyin budaq cümlələrində işlənə bilir. Only və mere işlənmə yerləri. Mere sırf, ancaq, sadəcə mənasında işlənir, tərcüməsi budur. Sifətdir və yalnız atributiv ismin önündə işlənir, xəbərdən sonra tək başına gələ bilməz. Kiçikliyi, əhəmiyyətsizliyi və ya sadəcə bir şeydən ibarət olduğunu vurğulamaq üçün istifadə edilir. Gəlin nümunələrə baxaq. He is a mere child. O sadəcə bir uşaqdır. It took a mere 5 minutes. Bu sadəcə 5 dəqiqə çəkdi. Diqqətinizə görə sağ olun. Videonu bəyənməyi və paylaşmayı unutmayın.